Heydər Əliyevin portretini niyə sökürsünüz ki? Ha? 2 dənə restoranı gizlətməkdən ötürü? Ha? Bu boyda parka bu zavoru niyə çəkmişsiniz ki? 2 restoranı gizlətməkdən ötürü? Ha? Hamid Şirvan Heydər Əliyevdən sizə nətər şirin gəldi? Şirinliyi partladacaq ha sizi. Bak bu dəqiqənin özündə də abadlıq işləri gedir. Arkada gördüğünüz bu Gənclər Mərkəzi ikinci istifadəyə verilmişdir. Eyni zamanda Heydər Əliyev Mərkəzi analogu olmayan, mən deyərdim ki analogu olmayan Heydər Əliyev Mərkəzi tikilib istifadəyə verilmişdir. Hal-hazırda rayonun hər bir yerində küçə və meydan